İştirakçılarımızı salamlayıram. Şəhid ailələrimizi, qazilərimizi, tədbiri təşkil edənləri salamlayıb və təşəkkür edirəm. Güllə səslərindən biz böyümüşük. Anamızın laylasını unudub o səsləri içimizə sındırmış. Heç vaxt da bizim ümidimiz itməyibdi ki, torpaqlarımızın geri qaytarılmalı. Çünki bu millət, bu xalq heç vaxt qisasın yağı da qoymazdı. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik, valideynlərinə, əzizlərinə səbir diləyirik, qazilərimizə can sağlığı arzulayıram. İllər öncə yazmışdım bu şeiri Məmməd Araza xitabən. Bəlkə o yerlərə bir də qayıtdıq. Bəlkə o dağlara yönümüz düşdü. Qapqara boyanmış təqvimə bir gün bəlkə bir qırmızı günümüz düşdü. Bəlkə həsrətimiz sona yetişdi. Yollardan gözümüz yığışdı bir gün. Bəlkə də dünyanın bütün sevinci köçüb köksümüzə sığışdı bir gün. Bircə mən bilirəm, bir də ki Allah, nə qədər dərs çəkib kədər yemişəm. İnsanın canından şirin nə var ki, canımı vətənə qurban demişəm. Tutsa da sərt tufan, qırov yolları, yollar ürəyimin özündən keçir. Üzü kəlbəcərə murov yolları sanki bir iynənin gözündən keçir. Bəlkə də qavğarıb bu köçüb bir gün mürgülü dağları gedib oyatdıq. Bəlkə karvanımız geriyə döndü. Bəlkə o yerlərə bir də qayıtdıq. Və Allah qismət elədi. Biz o yerlərimizi ziyarət elədik. Və ikinci bir şeiri ondan sonra yazdım ki, getmişdim yurdumun ziyarətinə. Çöllərin soluxmuş bənzi vardı. Uçuq divarlarda güllə nişanı, güllərin üstündə qan izi vardı. Nələr gəldi keçdi gözüm önündən, nələr xatırladım, nələr ilahi. Bu şanlı bayrağın kölgəsi altda axan qan bağrımı dələr ilahi. Qalmışdı əlləri yalın kişilər, bilə bilmədik ki kim bizi satdı. Namusu əllərə düşməsin deyə gəlinlər özünü qayadan atdı. Burada fidan fidan uşaqlar onda dəhşətə, vəhşətə şahid oldular. Ən yaxşı oğullar getdi, gəlmədi, ən yaxşı oğullar şəhid oldular. Qalmışam hələ də heyrət içində, söz tapa bilmirəm deyim, şəhidlər, ruhunuz önündə, hüzün köçündə, başımı sinəmə əyim, şəhidlər. Sağ olun.